Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Belə bir sual paylaşmışdıq. Sualımız mövzu olaraq həm qapsu məsələsi, həm də ifadə qurmaq bacarığı tələb eləyirdi. Su ilə dolu qabın çəkisi A qramdır. Suyun 6/1 hissəsi boşaldılarsa, qabın çəkisi B qram olar. Boş qabın çəkisi nə qədərdir? Biz bilirik ki, hər hansı qabda müəyyən maye olanda, su olanda, yağ olanda, şir olanda qabın öz çəkisi olur və onun içərisindəki hər hansı mayenin müəyyən çəkisi olur. Bunlar birləşir, müəyyən bir miqdar verir. Burada da su ilə dolu qabın çəkisi A qramdır. Deməli yazırıq qab üstəgələk su bərabərdir A. Yadda saxlayın ki, qabın qarşısında həmişə heç nə olmur. Yəni qabı istər ortaya qədər doldur, istər tam doldur, qabın çəkisi dəyişmir. 6/1 hissəsi boşaldılarsa üstəgələk. Diqqət edəcəyimiz məqam buradadır. 6/1 hissəsi boşaldılırsa, müəllimlər 6/5-i qalır. 6/5 su bərabərdir B qram. İndi sadə bir sistem tənliyi aldıq. Buradan biz ifadə qurmaq bacarığı, sistem tənliyi həll etmə bacarığını bilməliyik ki, sualın sonuna gələk. Bu necə həll edə bilərik? Tərəf-tərəfə çıxanda qablar gedər. 1 sudan 6/5 su çıxanda qalar 6/1 su bərabərdir A çıxılsın B. Hər tərəfini 6-ya vurarıq. Su bərabərdir 6A çıxılsın 6B. Mən suyun miqdarını tapdım. Məndən məsələdə bunu da soruşa bilər. Amma məndən soruşulan başqa bir şeydir. Boş qabın çəkisi. Yəni biz qabın özünü tapmalıyıq. Qabın özünü də tapmaq üçün bu tapdığımızı birincidə də, ikincidə də yerinə qoya bilərik. Amma bizim üçün rahat olsun deyə, yəni kəsir olmayan birincidir. Yazıram qab. Üstəgələk suyun yerinə, S-in yerinə yazıram 6A çıxılsın 6B bərabərdir A. Buradan qab bərabərdir. Verilənlər bu bir tərəfə keçirsək, qalır burada A. Bu 6 bərabərliyin solundan sağına keçəndə çıx 6A olur. Çıx 6B bu bir tərəfə keçəndə üstəgəl 6B olur. Buradan da qab bərabərdir 6B-ni birinci yazırıq. Çünki bu mənfi alınacaq. 1 A-dan 6A çıxanda mənfi 5A qalır. Yəni 6B çıxılsın 5A. Belə bir cavab görürük ki, A variantında var. Və müəllimlər, burada sizi çaşdıra biləcək variantların bir-birinə yaxınlığı da ola bilər. 6A-5B, yəni bir hərflə, bir rəqəmlə bir-birindən fərqlənir. Doğru cavab A variantı.